Əziz müqaziləşən müdavimlər, bugün sizə MHM-in müqayisə test toplusunun 2 dənə vektor sualını izahını bölüşmək istəyirəm. Deməli, sualımızda birində deyir ABCD düzbucaqlısıdır. Vaxt itməsin deyə artıq burada şəkli çəkmişəm. Bunlar 6, 6-dır. İndi sizdən bu vektorun skalar asilini soruşur. O, AB vektorunu vurun AD vektoruna. Minus AB vektoru, yəni polimer xassəsindən istifadə edirəm də, vurun CD vektoruna. İndi baxın, bu düzbucaqlıdır. A, B vektorundan söhbət gedir, bir də A, D vektorundan. Siz görürsünüz ki, o vektorların başlanğıcları buradadır, aralarındakı bucaq 90 dərəcədir. Yəni, vektorlar bir-birinə perpendikulyardır. O zaman skalar asili 0-dır. İndi axtarırsınız AB ilə CD vektorun. Baxın, sonu CD, D-də bitir. Bunun biri 6-dır uzunluğu, digəri də 6-dır CD vektoru və aralarında qalan bucağın kosinusu. Yadda saxlayın, AB vektoru ilə CD vektoru əks vektorlardır və onların arasında qalan bucaq da 180 dərəcədir. Əks vektorlar olduğu üçün birinin AB-dir, biri CD-dir. Versəz. Ona görə də mənfi 6 vur 6 vur kosinus 180'da da mənfi 1 alır. Sualın cavabı olar 36. Və digər ikinci bir sualda isə deyir ki 2, 6 vektoru ilə bu düz xəttin əmələ gətirdiyi kiçik bucağın kotangensini tapın. Kiçik bucaq. Artıq baxın, burada kiçik bucaq desəkdə bucağı götürəcəm. Sadəcə mən düz xətti qurmağı bacarmalıyam. Birinci bu düz xəttdə x-a 0 verirəm. X-a 0 verirsəm y-də alacam 1,5 belə bir nöqtə. Y-ə 0 verirəm. Y-ə 0 versəm x-də alacam. Deməli, mənfi 4'də 3. Gətirib mənfi 4'də 3'ü də buradan qeyd edirəm. Baxın, bizim bu düz xəttin cavabı budur. İndi bəs bu düz xəttin vektorla əmələ gətirdiyi bucaq nədir? Vektorun koordinatları da 2 bu tərəfə, 6 bu tərəfə. Tutaq ki, bax, burada bir yerdədir bu vektorda. İndi buradan da belə bir vektoru çəkirəm. Bu da olsun həmən vektor. Fərz eləyək. Yaxşı, indi vektorun arasındakı qalan bucağı necə tapacam? Həmin vektor ilə və vektoru üzərində saxlayan düz xətt ki var, bax, o düz xəttlə bu düz xətt arasında qalan bu bucağın kotangensini istəyir, özü də iti bucaqdır. Təbii ki, hər birimiz düsturu bilirik ki, iki düz xətt arasında qalan bucaq tangens alfa bərabərdir. K2 minus K1 bölünsün 1 üstə gəl K2 vur K1'dir. Birinci düz xəttin K'sı məlum məsələdir. Birinci düz xəttin K'sı eləyəcək 2. Birinci düz xəttdə K'nın 2 olduğunu görürük. İkinci düz xəttin K'sını tapanda o da asandır. Buradan bura 6'dır, buradan burada 2'dir. K'sı da bucağın tangensidir. Deməli, K'sı da 3'dür. Deməli, K2 3, K1 isə 2 olsun. Yerinə yazsaq 3 minus 2 bölünsün 1 plus 3 vur 2. Eləyir